Çimərlik voleybolu üzrə King and Queen of the Court turniri keçirildi. Bakı Su İdman Sarayında təşkil olunan yarışda 10 kişi və 12 qadın komandası mübarizə apardı. Qadınların yarışında Səbinə Əlizadə, Leyla Əliyeva cütü, kişilərin mübarizəsində isə Heydər Məmmədli, Ozan Baltacı tandemi qalib oldu. Biz bu yaxınlarda, yəni iyul ayında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının təşkil etdiyi, bu həm də kvalifikasiya turniri xarakteri daşıyan bir turnirdə Avropa çempionatından öncə. Deməli, o turnirdə milli komanda tərkibində çıxış edəcək və bugünkü yarışda da milli komandanın, yəni yarışın əsas komandaları milli komandanın oyuncularından, voleybolçularından ibarət idi. Yəni belə deyək, 90% sırf milli komandanın voleybolçuları idi. Və qızlarda da gördüyünüz kimi milli komandanın voleybolçuları qələbə qazandılar. Bəli, məqsəd təbii ki, o yarışı daha da ciddi hazırlaşmaqdır. Biz daha ildən ilə daha da gücləşirik, açığı. Voleybolçularımız çox gəncdir, yəni 18-19 yaşlı voleybolçulardır, lakin çox potensiallıdırlar. Mən düşünürəm ki, bu templə biz davam etsək, çox yaxın zamanda biz daha uğurlu nəticələr əldə edəcəyik. Yarış çox mükəmməl təşkil olunmuşdu. Yəni hisslərin, necə deyərlər, ürəkdə sayı hesabı yoxdur. Yəni çox sevinirik ki, belə bir turnirdə çempion olduq. İnşallah ki, belə turnirlər davamlı olaraq olar. Biz artıq 2 aydan çox ki, hazırlıq görürdük buna. Yaxşı, ümidvaram ki, azərkeşlərin xoşuna gəlir. Rəqiblər çox güclüdülər. Belə güclü rəqiblər daha çox olsun. Çünki rəqabət olduqca idman daha da gözəlləşir. Bu bizim ilk çempionatımız idi. Qalib gəldik, çempion olduq. Hamıya təşəkkür eləyirəm. Komandalar çox yaxşı oynadılar, hamısı komandalar. Yaxşı mübarizə apardılar. Hər şeyə görə təşəkkür eləyirəm. Çox maraqlı turnir idi. Komandalar da çox yaxşı mübarizə apardılar. Türk komandalar var idi və Azərbaycan komandalar da var idi. Çox yaxşı bir turnir oldu onlar üçün və bizim üçün. Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirildi. Qaliblərə medalları Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Voleybol Federasiyası İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim etdi.